Salam hörmətli izləyicilər, hamınızı xoş gördük, hamınızı salamlayıram. Möhtəşəm evdən sizi salamlayıram. Bura iş kabinetidir. Şuvalanda Mayak ərazisində. Təqdimat başlayır. Neyniyək? Gedək, getdik. Hörmətli izləyicilər, çıxdıq həyətə. 12 sotun içində Şuvalan Mayak ərazisində. Tam təmirini gördünüz elə qonaq otağını. Əla, belə ürəyi istəyən. Deməli, baxın bir dənə fikir verin. Hovuzumuzun ölçüləri 4-ün 10-a. Burada bisetkadır, veranda. Mangalnısı, hər bir şəraiti var. Şəxsi tikili mülk. Evimizin arxasında keçid var buradan. Kombisi orada yerləşir, arxada. 12 sotdur. Burada bir məsəl var. Deməli, nə demək istəyirdim sizə? 12 sotdur. Bax, bu hissəni görürsünüz, bax, bu tərəf. Bura 4 sot yarımdır. Bura satılır. Bunu ayrıca, yəni qapısını oradan qoyursan, bu da ayrıca satılır. İstəsəniz 4 sot yarıma 85 min verməklə bu 4 sot yarıma sahib ola bilərsiniz, ala bilərsiniz. Ümumi qiyməti 12 sotun hamısını 490 mindir start qiyməti, sənəd, kopça çıxarış, torpaqda, evdə. Burada deməli bir dənə də belə yataq otağı var. Tək görsəd bura. Burada sanuzeldir. Yəni 4 sot yarım buranı əldə eləyə bilərsiniz 85 min. Bax belə. Amma ümumi 490 min. Evimiz budur. 200 kvadrat metrdir. Qutla idarə olunan qapı, balaca qapı, belə burada skameykalar. Bu tərəfini sizə çəkdim, göstərdim və burada bax fikir verin. Qarajı da var. İndi gedək evimizin içinə, daha yaxından evlə tanış olaq. Getdik. Deməli belə. Koridor, mətbəx, istipoldur. Bir dənə mətbəxinə baxaq. Geniş mətbəx. Və mətbəxdə, mətbəx mebeli təbii ki, qalacaq evin içində. Ola bilər bir dənə, bax belə bir paltar yuyan soyuducu götürülsün, qalsın. Mikrovalnovu qalacaq, ev sahibinin dediyinə görə. Tavan hündürlüyü 4 metrdir. 4 metr tavan hündürlüyü var. Deməli belə. Gəl bir dənə bura. Bu dolab da qalacaq. Qonaq otağın bir dənə ölçülərinə baxın. Nə qədər olar qonaq otağın ölçüsü? Sənin fikrincə. 6 yarımın 6 yarıma. Bura qonaq otağıdır. Bura iş kabinetidir. Yəni bura otaqdır, yataq otağı. Amma əslində ev sahibi buranı iş kabineti eləyibdir. Bax belə bir geniş iş kabineti. Gəl. Deməli, 2 dənə otağımıza baxdıq. Ümumi sanuzel, özü yaxşıdır ölçüləri. Ümumilikdə 5 otaqlıdır. Bu birinci yataq otağıdır. Buranın özünün sanuzeli var, geniş, balaca deyil. Bir dənə fikir verin. Sonra bu otaq qardirob kimi yəni nəzərdə tutulub, amma yataq otağı da eləyə bilərsiniz, bax belə. 5 otaqlı qonaq otağı ilə bir yerdə 5 otaq. Bu da qonaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Bir köpük pul qoyulmayacaq, yəni tam təmirli, əqqabınızı çıxardırırsınız, girirsiniz. Bu da sizə şəxsi tikili ev. Gedək və təqdimat bitdi. 490 min manat kim alsa Allah xeyir versin.
Bu günə bu qədər. Sağ olun, minnətdaram. Tavanın hündürlüyünə baxacağım.